Salam əziz tarix sevərlər. Mən bugün sizə qədim Hindistan haqqında məlumat verəcəm. Hindistan təbiəti, Hindistan əhalisi və Hindistan niyə kastalara bölünmüşdü əhalisi. Hindistan Asiya qitəsinin cənubunda, Hindistan yarımadasında yerləşirdi. Ölkədə dünyanın ən hündür dağı olan Himalay dağları Hindistanı başqa ölkələrdən ayırır və soyuq şimal küləklərindən qoruyurdu. Yarımadanın qərbində Hind çayı, şərqində Qanq çayı axır. Bu çaylar böyük daşqınlara səbəb olurdu. Arxeoloqlar Hind çayı vadisində eradan əvvəl 3-cü minillikdə salınmış şəhərlərin xarablıqları içərisində Mohenjo-daro, Harappa şəhərlərini aşkarlamışdılar. Mohenjo-daro şəhərində əhalini içməli su ilə təchiz edən su kəməri, kanalizasiya sistemi olmuşdur. Harappa şəhərində 2 və 3 mərtəbəli evlər, böyük taxıl anbarı, yoxsul komaları və sənətkar imarətxanaları var idi. Əhali tunç və qızıl emal edirdi. Sirri hələ də açılmayan sanskrit öz yazıları olmuşdur. Eradan 2-ci minillikdə hər iki şəhərin əhalisi bilinməyən səbəblərdən şəhərləri tərk etmişdilər. Ari tayfalar Hindistanda məşğullaşması Eradan 2-ci minillikdə köçəri Ari tayfaları şimal-qərbdən Hindistana köç etdilər. Ari tayfalarına aiddir. Ari tayfaları racələr başçılıq edirdi. Racələr tayfa başçıları idi. Yerli əhali ilə qarışaraq oturaq həyatı keçib, əkinçiliklə məşğul olmuş və qonşuluq icması halında yaşamağa başlamışdılar. Sonra Hind arilər eradan əvvəl 11-ci əsrdə dəmir emal etməyi öyrənərək düzəltdiyi dəmir alətlərlə Qanq çayının ətrafındakı cəngəllikləri təmizləmişlər və əkin sahələri salmışdılar. Qanq vadisində əkinçiliklə yanaşı maldarlıq və sənətkarlıqla da sürətlə inkişaf etməyə başlamışdır. Hindistanda ilk dövlətlərin yaranması. Racələr və başqa adlı sanlı adamlar Hind xalqının əməyini mənimsəyir, yığılan məhsulun və heyvan balalarının bir hissəsini qonşu icma əlində alırdılar. Hindistanda adlı sanlı adamlar əsir etdiyi qulları yad düşmən adlandırırdılar. Racələr əvvəlcə başçı seçilir, tədricən paşaya çevrilir, hakimiyyəti miras kimi öz övladlarına ötürürdülər. Beləliklə, eradan əvvəl 1-ci minillikdə Hindistanda paşa hakimiyyəti, qoşunu, keşikçiləri, məmurlar və dövlətlər meydana gəldi. Vahid dövlətin olmaması ölkənin müdafiəsini çətinləşdirirdi. Eradan əvvəl 6-cı əsrin sonunda Əhəməni dövləti Hindistan şimal-qərbini işğal edərək özünə tabe etdi. Əhəmənilər imperiyasının süqutundan sonra Makedoniya İskəndər Əhəməni dövlətinə Əhəməni dövlətinin əsarətində olan Hindistana yürüş etdi. Hind çayın sahillərinə qədər, Hindistan torpaqlarına qədər ələ keçirdi. İskəndər Hindistanın digər ərazini işğal etmək istəsə də, əsgərlərin yorularaq yürüşü davam etdirməkdən imtina etməsi, əhalinin güclü müqaviməti ilə üzləşməsi səbəbilə geri çəkilməli oldu. Eradan 323-cü ildə İskəndərin ölümündən sonra Makedoniya imperiyası dağıldı. Və bu dağılma dövründə Hindistanda Yunan Makedoniya işğallarına qarşı mübarizə baş verdi. Bu mübarizədə Maurya sülaləsindən olan hökmdar Chandragupta fərqlənirdi. Tezliklə Hind çayı hövzəsindəki əraziləri azad edildi. Maurya sülaləsinin ən qüdrətli hökmdarı Ashoka olmuşdur. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında Hindistan vahid dövlətdə birləşdirərək bütün ölkədə hakimiyyətini möhkəmləndirdi. Bir sıra sahələrdə islahatlar keçirdi. Bu islahatları xalqa çatdırmaq üçün ölkənin müxtəlif yerlərinə 33 kitabə qoydurdu. Hindistan tarixində buddizmin əsas himayədar və təbliğatçısı kimi yadda qaldı. Ashokanın vəfatından sonra dövlət zəiflədi. Eradan 180-cı ildə Maurya sülaləsinin hakimiyyətinə son qoyuldu və Hindistan yenidən ayrı-ayrı dövlətlərə parçalandı. Eradan 3-cü yüzilliyin ikinci yarısında hakimiyyətdə olmaları ölkəni vahid dövlətə birləşdirmələri Teoman Tanhu, Sinşixyandi, Paşa Aşok üçün oxşar cəhətdir. Olan əsas vacib töhfələri bundan ibarətdir. Heroqlif yazı Misir, Çin, Manna, mixi yazı Şumer, Lulubi, Kuti, dəmir emalı Hindistanda 11-ci əsr eradan əvvəl, Azərbaycanda eradan əvvəl 7-ci əsr, Çində 6-5-ci əsrlərdə. Sıfır rəqəmi Hindistanda kəşf olunmuşdur. Onluq hesablama sistemi Misir, Şumer, Hindistan, 60 ədədi Şumer, mühürlər Misir, Şumer, Hindistan, Albaniya,
yəni Qafqaz Albaniyası nəzərdə tutulur. Qədim Hindistan mədəniyyəti. Hindistanda kasta quruluşu yüksək dərəcə sosial bərabərsizliyi göstərirdi. Əkin sahələrinin xüsusi mülkiyyətə verilməsi əmlak və sosial bərabərsizliyi artırdı. Hindlilər arasında bərabərsizliyin meydana gəlməsi onların dinində də əks olunmuşdur. Hindlilərə görə dünyanın və insanların yaradıcısı Tanrı Brahma hesab edilirdi. Buna görə də Hind kahinlərinə Brahman deyirdilər. Brahmanlara görə Tanrı insanları kastalara, yəni dəyişməyən irsi hüququ vəzifələri olan insan qruplarına bölmüşdü. Bir insan ömrünün sonuna qədər doğulduğu kastada qalırdı. Yəni kastaya məxsusluq irsi idi. Eradan əvvəl 12-11-ci yüzdə Hindistanda 4 əsas kasta yarandı. Brahmanlar, döyüşçülər, kəndlilər, nökərlər və ən toxunulmaz kasta isə murda işlərlə məşğul olan kasta idi. Hinduizm dini Hind xalqının və dövlətin formalaşdığı dövrdə yaranmışdı. Ən qədim müqəddəs qanunlar toplusu Veda adlanır. Veda biliklər müdriklik adlandırırdı. Buddizm dini eradan əvvəl 6-cı yüzillikdə Gautama yaratmışdı. Həqiqəti dərk etmə yollarını axtaran Gautama'nı ardıcılları Budda, yəni bilici, həqiqətlə işıqlanmış adlandırırdılar. İnsanlar eyni hüquqlu sayılır, kastaya qarşı çıxırdılar. Budda təliminə görə hər bir dindar yüksək məqsədə ancaq şəxsi səyi nəticəsində çata bilərdi. Buddaya görə insanı xoşbəxtliyə aparacaq düz yol ləzzətlə əzab-əziyyət arasındakı orta yoldur. Bu 8 yolla əldə etmək mümkündür. Bu 8 qanun düzgün baxış, düzgün düşüncə, düzgün söz, düzgün rəftar, düzgün yaşayış, düzgün çalışmaq, düzgün diqqət, düzgün fikirləşməkdir. Yazı və elm. Qurudulmuş palma yarpaqlarında yazı yazırdılar. Riyaziyyat elminə sıfır rəqəmini gətirmişdilər. Bununla indi bütün dünyanın istifadə etdiyi sadə və çox rahat 10 rəqəmli hesabı ixtira etmişdilər. Kvadrat və kub kökləri çıxara bilirdilər. Yer kürəsini şar şəklində təsəvvür edirdilər. Hindistan şahmat oyununun vətəni sayılır. Şahmat fiqurlarını sümükdən düzəldirdilər. Bu fiqurlar qədimdəki Hind qoşununu təsvir edirdi. Ona görə də şahmatı 4 növ qoşun adlandırırdılar. Memarlıq. Qüllələr tikilir, mağara məbədlər tikirdilər. Eradan əvvəl 3-cü yüzillikdə sütunlar inşa olundu. Bu sütunlar Hindistan paşalığının qüdrətini göstərirdi. Sütunların birinin üzərində 4 şir heykəli var idi. Bu aslanlar keşikçi kimi hər tərəfə baxaraq sanki dövlətin sərhədlərini qoruyurdu. Eradan 1-ci yüzillikdə daşdan yonulmuş darvaza inşa olundu. Burada Hindistanın zəngin bitki və heyvanlarının, əfsanə qəhrəmanlarının və əhalisinin həyatı təsvir edilmişdi.